Plovun dadlı alınması üçün bir sir var və bugün onu sizinlə bölüşəcəm. Bugün sizə İsmayıllı bölgəsinə məxsus döşəmə plovu hazırlayıram. Əvvəlcə Hind toyuğunu hissələrə bölüb üzərinə duz, istiot, soğan və limon suyu əlavə edib bir gecə soyuducuda saxlayıram. Düyünü də yaxşıca yuyub 5-6 saat duzlu və limonlu suda gözlədirəm. Bişmiş lobyanın üzərinə soğan, biraz keşniş və şüyüd əlavə edirəm. İndi isə həmən sirri açıqlayım. Düyünü qaynadarkən bişməsinə yaxın qatığı biraz açıb qaynayan düyüyə əlavə edirəm. Qətiyyən heç bir turş tamı vermir. Əksinə plovu daha da ləzzətli edir. Sonra tənzifin içinə al buxara, qaysı qurusu və kişmiş ilə doldurub bükürəm. Qazmaq üçün isə yumurta, qatıq, sarı kök, duz və biraz un qarışdırıram. Hazırladığım qarışığı qasana əlavə edib üzərinə düyü səpirəm. Sonra qapağı örtüb qazmağın özünü tutması üçün 3-4 dəqiqə bişirirəm. Daha sonra üzərinə biraz lobya səpirəm və ətləri yerləşdirirəm. Yenidən lobya, şabalıd və sonda hazırladığım quru meyvə bağlamasını qoyub üzərinə düyünü əlavə edib plovu dəmə verirəm. Nəticədə həm ətri, həm də dadı ilə möhtəşəm bir döşəmə plov alınır. Bəs siz tərəflərdə döşəmə plov necə hazırlanır?